paytaxtın daha dəqiq Bakıxanov qəsəbəsinin sakinlərinin narazılığı ilə Aynəsən məktub ünvanlayan Ziya Bünyadov küçəsinin sakinləri 20 ildir ki, yaşadıkları evin plana düşərək sökülməsi müqabilində onlara veriləcək puldan narazıdırlar. Hər mənzilin 1 kvadrat metri üçün nəzərdə tutulan məbləğ isə cəmi cümlətanı 300 manatdır. Əməkdaşımız Nurlan Rafiqoğlu'nun məsələ ilə bağlı apardığı araşdırma zamanı başqa məqamlar da üzə çıxıb. İzləyək. 300 manatdan vətəndaşdır. Ora 120-dən 120. Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ziya Bünyadov küçəsində yaşayanların əsas şikayəti yaşadıkları evlərinin sökülməsinə görə onlara ayrılan kompensasiya ilə bağlıdır. Burada yaşayanların əksəriyyətinin evi kiçik kvadrat metrli olduğundan onlar bu qiymətlə razılaşmırlar. Belə ki, sakinlər deyir burada 38 ev var və 20 ildən çoxdur ki, bu mənzillərdə yaşayırlar. Tezliklə evlərinin tərk edilməsi tapşırılan ailələrə mənzilin hər bir kvadrat metri üçün 300 manat kompensasiya ayrılıb. Sakinlərin iddiasına görə adı çəkilən küçənin qarşı tərəfində yaşayan ailələrə mənzilin hər bir kvadrat metri üçün 300 manatdan çox kompensasiya verilib. Asfalt var ortamızda, eyni evlərdir. Ora nətər olur, elə verilir, bura belə verilir. Heç kim də önündən çıxmayacaq. Biz də bura biz üçün əla yerdir, yaxşı yerdir, biz oturmuşuq. Niyə görə o gəlir narahat edir, bu gəlir narahat edir, çıxın. Olmasa verəcək traktorun qabağına, bilduzurun qabağına. Sabunçu rayonu icra hakimiyyəti deyir, çıx get rayona. Mən 15-20 ildir burada oturmuşam. Burada 7 baş külfətəm. 17 kvadratım var. Mən hara gedim? Hamımız kasıb adamıq. Elə çəkiliş apardığımız vaxt sakinlərin bu etirazının qarşısını almaq üçün ərazi hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olundu. Bununla yanaşı əraziyə Sabunçu rayon icra hakimiyyətinin Bakıxanov qəsəbə nümayəndəsi gəldi. Və onun sakinlərlə söhbəti zamanı bəlli oldu ki, burada tikilən evlərin heç birinin sənədi yoxdur. Bu evlər vaxtilə qeyri-qanuni şəkildə inşa edilib. Ona görə də ayrılan kompensasiyanın miqdarı az olub. Amma buna baxmayaraq, yaranan narazılıqla bağlı bir daha komissiya təyin edilib, evlərin ərazisi yenidən qiymətləndiriləcək. Dövlətin torpağını da belə deyək də zəbt olunub tikilib evlər. Ev deyəndə, yəni bu içəri girib baxa da bilərsiniz. Burada ev demək olar ki, yox. İlkin məlumatlar ki, yəni bu sənədsiz evlərdir, onunla bağlı belə bir təklif olmuşdur. 300-400 manat arasında. Hələ bu tam dəqiq qiymət deyil. İcra nümayəndəsi bizi əmin etdi ki, kompensasiyanın düzgün qiymətləndirilməsi üçün onların evinin ərazisi yenidən ölçüləcək.